Şəkərli diabet fonunda əmələ gəlmiş diabetik bir yara, qanqren və bunun nəticəsi olaraq da həm də daban sümüyündə bir qanqren. Çalışdıq, böyük bir əmək sərf elədik. Təəssüf ki, daban sümüyünün 50% yaxın osteomerit olduğu üçün heç cür xilas eləmək olmadı. Amma problem təkcə daban sümüyündə deyildi, həm də axil bətəri deyil. Sağlam ayaq üzərində göstərəcək, yəni bu ayağın bu hissəsində olan bir bətərimiz var. Bu da irinli prosesə cəlb olunmuşdu. Təxminən baldırın orta hissəsinə qədər həmin yara hissə irinli idi. Və belə olduğu halda biz məcburən baldır amputasiyasını edərkən digər xəstələrdən fərqli olaraq əksər hallarda baldır amputasiyası olunanda baldırın alt hissəsinin əzələsi önə doğru qatlanmaqla bu yara tikilər. Amma burada isə məhz bu hissə irinli olduğu üçün buranı qatlayıb tikmək mümkün deyildi, çünki əks halda bu yara irinləyə bilərdi. Məcburi olaraq kəsim digər xəstələrdən fərqli olaraq standartdan kənar olundu. Yəni, hər iki tərəfdən bu şəkildə qövsvari olundu ki, yekun olaraq baldırın arxa hissəsində belə bir üçbucaq formanı təşkil etmək, məqsəd burada olan irinli sahədən maksimum uzaqlaşmağı təmin etməkdir. Əsası amputasiya edərkən də hər bir xəstədə ayağın vəziyyəti, xəstənin ümumi vəziyyəti, mövcud infeksiyon vəziyyət, qan dövranı və s. bunların hər biri detallı şəkildə nəzərə alıb ona uyğun amputasiya etmək lazımdır. Zəhmət olmasa da ayağını büküb açın. Pasiyentimiz əgər ağır dərəcəli bir ürək çatışmazlığı olsaydı və yataq xəstəsi olsaydı, gəzməklə bağlı perspekt olmasaydı, biz bu xəstədə baldır amputasiyasını doğru seçim etməzdik. Məcburi olaraq dizüstü amputasiyaya gedərdi. O cümlədən də ayaqda ciddi bir hər hansı səbəbdən şişkinlik olsaydı və bu şişkinlik dizə qədər olan sahəni əhatə etsəydi və müalicələrə rəğmən şişkinlikdə heç bir yaxşılaşma olmasaydı, bu zamanda bu xəstənin ayağı məcburi dizüstü amputasiya olardı. Hərçənd texniki olaraq baldır amputasiyasını etmək olardı, amma o zaman yenə ayaq dizüstü gedərdi. Sözümüzün mahiyyəti odur ki, hər xəstədə bu detalların hər biri diqqətlə nəzərə alınır və ona uyğun yekun qərar verilir.